Axşamınız xeyir balaca dostlarım. Hər gecə olduğu kimi bu gecə də yeni bir nağılla görüşünüzə gəlmişik. Bəs siz necə? Hər gün bizimlə görüşməyə tələsirsiniz? Elə isə sizi çox gözlətmədən başlayaq. Bu axşam sizə Bolqar nağılı olan zibili əriklə dəyişən atanın hekayəsini danışacağam. Bir zamanlar bir bağçanın ortasında ev vardı. Bu evdə ata ilə oğlu yaşayardı. İllər keçdi. Oğlanın artıq evlənmək yaşı çatmışdı. Amma ata həndəvərdə ürəyi təmiz, çalışqan və təmizkar oğluna layiq qız görmürdü. Görəsən oğlumu xoşbəxt edəcək qızı necə tapa bilərəm? Ata fikirləşdi. Beləcə ata gecə-gündüz düşünürdü. Nəhayət bir çarə tapdı. Evin arxasındakı bağçada ərik bağları vardı. Əriklər yetişəndə ata onları dərib səbətlərə doldurdu və kəndə yollandı. Kəndə çatanda qışqırmağa başladı. Zibillərinizi yığıram, əvəzində ərik verirəm. Kəndin bütün qadınları pəncərələrdən boylandılar. Əvvəlcə eşitdiklərinə inanmadılar. Amma baxıb gördülər ki, bu adam həqiqətən zibil yerinə ərik verir. Dərhal evlərindəki, bağçalarındakı zibilləri toplayıb ərik paylayan adamın yanına gəldilər. Bax, görsənə nə qədər zibil gətirdik. Sağ ol xanım, al sənə bir səbət ərik. Bütün məhəllənin qadınları vedrə-vedrə, səbət-səbət, hətta önlüklərinin arasında zibil yığıb gətirərək əvəzində ərik aldılar. Ata zibil gətirənlərə təşəkkür edir, daha çox zibil gətirmələrini istəyir, hamıya bol-bol ərik verirdi. Bu zaman bir gənc qız arabaya yaxınlaşdı. Əlində kiçik səbət, içində də 2 ovuc qədər zibil vardı. Qızım, ata dedi, bu qədər zibildən nə olacaq? Bunun əvəzində sənə çox ərik verə bilməyəcəm. Bizim evdə heç nə xarab olmur. Ona görə zibilimiz də az olur. Qız dilləndi. Ata gülümsəyərək öz-özünə düşündü. Budur, oğluma layiq qız tapdım. O oğlunu gənc qızla tanış elədi. Onlar da bir-birini çox bəyəndilər və evləndilər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.